bütün elmlərə sekulyar, rasional prinsiplər təsir etməyə başladı. Əvvəllər iqtisadiyyat vahid idi, politik ekonomi deyirdilər. Sonra siyasət ayrıldı iqtisadiyyatdan, belə şaxələ getdilər də. Bütün sosial elmlər hamısı bu dəyərlər üzərində qurulur. Sekulyar dəyərlər üzərində qurulur. Orada heç bir dinə heç bir yeri yox. Nə qədər müsəlman var ki, onlar yastık altına pul saxlayırlar. Çünki hər bir insana öz işi, öz biznesi super görünür. Biraz onu qurdalayandan sonra baxsan ki, yəni elə deyil də. Bu dəqiqə istehlak bazarında ən böyük problem istehlakçıların aldadılmasıdır. Məsələn, hər şeyin xırda nöqtəsinə qədər gedəndə, yəni çox getmə. Yəni namazda qılıb kifayət deyə qədər gedib çıxır da, yəni. Biraz bunu da aça bilərsən. Çünki insana Sovetdən yerləşmiş bir düşüncə var. Müsəlmanlığın sadəcə namazın da sadəcə məscidin daxilinə həbs olunduğu bir İslam anlayışı. Belə bir söz var idi, qardaş, deyir, istəyən çarəsini, istəməyən bəhanəsini tapacaq. Həqiqətən adam səmimi bir şəkildə istəyir ki, nəsə bir şey eləsin. Həqiqətən çox yaxşı şeylər tapır yəni. Eləyə də bilir yəni, tapır bir xidmət edə bilərik ki, bu halal biznesin sayı artsın, bunda artım olsun. Onu biraz açardınız, zəhmət olmasın. Hər kəsi salamlayıram. Bugün istəyirəm ki, biraz yenə fərqli bir mövzu haqqında, fərqli bir ab-havada və fərqli bir qonağımızla Sözün Özü proqramı vasitəsilə sizi gözəl bir mövzulara dəvət etmək istəyirəm. Yamin qardaş, xoş gəlmisiniz. İstəyirəm başlanğıcda bir balaca özünüzü təqdim edəsiniz ki, izləyicilərimiz də sizi biraz tanısın. Eyvallah, Allah razı olsun qardaş. Mən Yamin Havalandı. Günləri biz burada iqtisadiyyatda İslami dəyərlər, İslam prinsiplərdən danışmaq istəyirik. Sən məni halal qazanc adı ilə çağırdın. Mən dedim, yəni halal qazanc çox da mənim ilgi alanım deyil, müəyyən qədər. Amma niyə bu mövzunu seçdim? Mən özüm Türkiyədə oxuduğum üçün, İslam iqtisadiyyatı üzrə doktorantura təhsil aldığım üçün, yəni bu mövzuda müəyyən qədər araşdırma aparıram və danışmağa lazım olduğumuz mövzular var. Bilmədiyimiz mövzular var və cəmiyyətin xəbərdar olması lazım olan şeylər var həqiqətən. Təəssüf olsun ki, mən elə baxıram söhbət əsnasında gedir, proses özü gedir. Yəni bütün dünyada hal-hazırda bir sekulyar sistem mövcuddur. Bunun da başlayır ta Fransa inqilabından. Qısa olaraq ora bir giriş eləyək ki, Fransa inqilabına qədər 18-ci əsrdə dünyada kilsə müəyyən qədər hakim idi. Təbii ki, İslam dünyasında İslami dəyərlər hakim idi, amma xristian dünyasında kilsə hakim idi. Yəni orada belə deyək, şəriət ölkəsi idi. Şəriət də dediyimiz nə idi? Xristianlar, kilsə idi, yəni rahiblər idi. Amma o bir yerdən sonra artıq orada bir istismar prosesi baş verdi. Yozlaşma, türklər demək, yozlaşma olur. Artıq kilsə sui-istifadə halları yaradır, rahiblər. Onlar artıq dini yox, öz mənfəətlərini, maraqlarını önə sürəcəklər. Bu da toplumda, cəmiyyətdə hiss olunur. Çünki yəni bunlar nə etmək istəyirlər və narazılıqlar baş qaldırır. Məsələn, burada bir parantezini açaq. Məsələn, ilk banklar nətər ortaya çıxır? İnsanlar pullarını güvənəcək yerlər axtarıblar ki, versinlər. Ən çox güvəndiyi yerlərdə hara olur? Kilsələr olur, rahiblər olur. Gətirib veriblər onlar ki, saxlayın pulları, bizim pulları saxlayın. Onlara bir yerdən sonra baxdılar ki, bu pullar bunların əlində qalır. Başlayırlar borc verməyə insanlara. Bu şəkildə yəni bankların mənşəyini bura bağlayan tarixi məlumatlar var. Və nə baş verir? Artıq insanlar arasında bir narazılıq formalaşmaya başladığı üçün Fransız inqilabına gətirib çıxardı, belə deyək. Fransız inqilabı nədir? Artıq kilsəyə deyir ki, rahiblər gəlin oturun kilsədə. Kilsə xristianlıq keçsin, öz kilsəsində hökm eləsin. Dünyada və cəmiyyətdə biz hökm eləyəcəyik. Yəni biz insanların ağılları, rasional ağlımız, fikirlərimiz və biz düşünmürük ki, biz sizin o İncilə və ya müqəddəs dediyiniz qaynaqları istinad elədiyiniz o qanunlardan daha yaxşı qanunlar ürətə bilərik. Hansı ki, həqiqətən də o müqəddəs qanunlar deyil, rahiblərin öz qanunlarıydı da. Və biz öz filosoflarımızla, alimlərimizlə bu qanunları ortaya qoya bilərik. Hansı ki, bu inqilabın Fransada ortaya çıxmağının səbəbindən birisidir ki, sosial elmlərin ən çox inkişaf etdiyi yer Fransadır. Psixologiya, bu məşhur kitab var ya, Pavlov, nəsə olan. O fransızdır. Kitab neçənci əsrdə yazılıb? Mən bilən, yəni 18-19 əsrlərdə yazılıb. Osmanlı da onu tərcümə edib. Yəni bu göstərir ki, hal-hazırda geniş şəkildə istifadə olunur. Yəni Fransada psixologiyadır, sosial elmlər çox inkişaf edib, nəinki təbiət elmləri. Bunun səbəbi odur yəni. Onlar Fransız inqilabı orada baş verdi. Artıq onlar dedilər ki, kilsə yoxdur, biz özümüz qanunlar ürətməliyik, neynəməliyik yəni. Bu da bir reallıqdır ki, bir çox ölkələrin qanunları Fransa və digər Avropa ölkələrinin qanunlarının tərcüməsidir. Yəni onlar bu işləri həqiqətən öncülük ediblər də. Və bu artıq getdikcə yayılmağa başladı. Bütün elmlərə sekulyar, rasional, belə deyək, dəyər deməyək, rasional prinsiplər təsir etməyə başladı. Əvvəllər fizika, təbii ki, bunlar yox idi əvvəllər. Zaten sosiologiya yox idi, psixologiya yox idi. Bunlar hamısı vahid bir elm idi. Fəlsəfə idi, sonra fəlsəfə biraz ayrıldı, tarix, belə. Məsələn, əvvəllər iqtisadiyyat vahid idi, politik ekonomi deyirdilər.
Sonra siyasət ayrıldı iqtisadiyyatdan, belə şaxəna getdilər də. Bu elmlər ixtisaslaşdıqca, dərinləşdikcə bir-birindən ayrılır. Hal-hazırda məsələn marketinq iqtisadiyyatdan tam ayrıdır. Amma marketinq iqtisadiyyatın alt bölməsidir yəni və ya menecment olsun. Bu şəkildə artıq bu Fransa inqilabı bütün elmlərə təsir elədi. Adam Smithin özü. Adam Smith özü əslində rahib olub. Xristian olub, 18-ci əsrdə yaşayıb. Onun görünməz əl nəzarəti var da bizim bildiyimiz. Adamın kitabında elə ilahi, Allahla, yaradılışla bağlı, axirətlə bağlı elə sözlər var ki, onu heç kim bizə demir. Adam bildiyin xristiandır yəni və inanclı insandır, axirətə inanan bir insandır. Və biz indiki iqtisadiyyatın kökləri Adam Smithə dayanır da, kurumsal iqtisadiyyatın. Amma kimsə deyirmi ki, hazırki iqtisadiyyatda xristian dəyərləri varmı? Niyə olmasın ki? Necə ola bilər ki, olmasın? Axı bu adam Smith xristian olub. Və digər o ilk Ricardo olsun və digər iqtisadçılar olsun da. Qısa olaraq yekunlaşdırsaq, bu sekulyar nə deyək, yəni prinsiplər deyək, rasional yanaşmalar bütün elmlərə sirayət elədi. Artıq bütün elmlər insanların əqlinin bir məhsulu olmağa başladı. İndi biz hal-hazırda oxuduğumuz fəlsəfə, sosiologiya, psixologiya, tarix, bütün sosial elmlər hamısı bu dəyərlər üzərində qurulur. Sekulyar dəyərlər üzərində qurulur. Orada heç bir dinə heç bir yeri yoxdur. Orada biz qeyb deyirik də, bu qeybin alternativ olaraq görünməyən şeylər də, yəni belə deyək, spiritual deyirlər, fərqli terminlər istifadə edirlər. Buna yeri yoxdur. Əgər sən həmin elm sahəsində bu kimi şeylərdən danışsan, avtomatik sənə qeyri-elmi damğasını vururlar. Paralel olaraq təbiət elmlərində də. Təbiət elmlərində biz bu gün gələndə bir dənə Azərbaycanda məşhur bir dənə biznes konsultasiya qrupu var. Onlar bir dənə böyük bir forum keçiriblər və forumda satışla bağlı danışırlar. Yəni, orada açıq-aydın baxırsan ki, təbiəti ilahlaşdırırlar. Deyirlər ki, yəni deyir ki, bizim insan elə evrilib ki, türk özü qonaq gəlib, evrilib ki, yəni təkamül edib ki, o bütün qərarları düşünərək vermir, avtomatik qərarlar verir bəli. Təbiətin sizə bəxş etdiyi o gözəllik, ifadələrlə istifadə edirlər. Yəni artıq bu kimsə demir ki, sən nə danışırsan? Yəni, bu bildiyin, yəni Allahı inkar eləməkdir. Yəni bizim bu mövzunu seçməyimiz səbəb odur ki, biz bəzi şeylər, bəzi müsəlmanlar, bəzi inanlı insanlar belə nə başı burada? Yəni bizim də artıq bu düşüncələrimizə hopub və biz bunu qəbullanmışıq. Həm sosial elmlərdə, həm təbiət elmlərində. Biraz öyrənilmiş çarəsizliklərə, yəni insan qabağa gedə bilmir, yəni, bəzi açıb üzərində işləyə bilmir deyib, məcburdur ki, mən nə edirəm, qəbullanım ən rahat belə variantı seçməyə çalışırlar. Əslində qəbullanmaq çox da təhlükəli deyil. Çünki qəbullananda bilirsən ki, bəli, bunda problem var, amma məcburam qəbullanmağa. Amma sən bilmirsən ki, bu əslində sənin qəbul elədiyin şey sənin inancına zidd bir şeydir də. Özəlliklə bu Azərbaycanda bu Cumhuriyyət dövründə, maarif dövründə Azərbaycandan xeyli insan getdi Avropa oxumağa. Bu Cumhuriyyət göndərdi falan. Onlar nə oxudular? Təbiət elmləri oxudular, sosial elmlər oxudular. Əksəriyyəti sosial elmlər oxudular. Düşünsənə, yəni oranın sosial yapısını, düşüncəsini gətirdilər Azərbaycana. Təbiət elmləri oxusaydılar, deyərdi, hə, bizə bir faydası var. Gəldilər Azərbaycana, Azərbaycanın tam başqa bir düşüncə strukturu var və qarışdı, yəni sistem qarışdı. Ona görə biz bu günləri, sən məni çağıranda, giriş özüm elədin, dedin halal ekosistemindən danışaq, mən dedim, giriş eləyək. Ümumiyyətlə, niyə bu məsələ vacibdir də? Və indi biz bu danışdığımız bu qlobal bir məsələdir və onun bir hissəsini danışacağıq. Çünki biz bunun hamısını əhatə edə bilmərik və onun hamısını müzakirə edə bilmərik. Yəni qardaş, birinci sual, halal ekosistem necə qurulub, necə başlayıb? Yəni halal ekosistem haqqında bir balaca məlumat verin ki, düşünürəm ki, çox insanın xəbəri yoxdur hələ ki bununla bağlı. Bəli. Biraz maariflənməyimizi istəyirəm bu mövzuda. Demək, yəqin ki, hardasa bir qığılcım canlanan bir yeri olub. Niyə nəsə bir hadisə görmüsünüz ki, bunu mütləq şəkildə belə eləməliyik. 2020-dən Türkiyədə İstanbulda oxuyuram. Orada 200 dənə yataqxanada qalmışam, tələbə yataqxanasında və dünyanın hər yerində müsəlmanlar olub orada. Xristianlar da olub, Afrikadan falan. Yaxşı bir mühitdə olmuşuq da və orada o sosial strukturu görürsən. Dünyadakı insanlar, gənclər, düşüncələri falan. Sonra orada təlimlər, kurslar, konferanslar falan İslam iqtisadiyyatla bağlı təbii ki. Fərqli ölkədir. Biz İstanbul kifayət qədər zəngin bir yerdir və artıq səndə bir düşüncə transfer dönüşümü yaşayırsan da. Mən ora gələndə doktor başlananda mövzunu dedim ki, Azərbaycanda İslam haqqını tətbiq et. Əla super. Amma orada yox. 2 il ərzində din İslam haqqı nədir qardaş? Bizim elə bura qədər bizim eləməli o qədər şeylərimiz var ki, sən bunları eləməsən, sənin qurduğun İslam bankının adı İslam olacaq. İçi olmayacaq yəni. Sonra mən artıq gəldim son mərhələyə. Orada təbii ki, baxırsan, müşahidə edirsən, fərqli fikirlər, fərqli şoklar yaşayırsan və doktora mövzusunu seçəndə nə seçim mən düşündüm. Dedim elə bir mövzu seçək ki, bunu bir kitabda və dəftərdə qalmasın. Onu tətbiq edək. Mən zaten 2018-də burada Ruslan müəllim yanımda işləyəndə Ruslan müəllimlə həmişə onun üzərində mübahisə etdik ki, mən dedim müəllim nəsə eləyək. Deyir yox, biz ancaq təlim, tədris falan, bunu tamam nəzəriyyə danışırıq. Amma bir şey tətbiq edək də, bir cəmiyyətə hər bir
canlı Hə, nümunə kimi. mən həmişə elə yanaşmam olub da. Ona görə hal-hazırda doktorda ciddi problem yaşayıram. Yəni nəzəriyyə ilə uğraşa bilmirəm. Və onda mövzu belə bir qərara gəldi ki, müsəlmanların əlində pul var, onlar banka pul qoymurlar. Onda pullar nə edir? Qalır yastıq altında. Yastıq altında qalmaq nə baş verir? Pul inflyasiyaya uğrayır, dəyər itirir. Ölkənin iqtisadiyyatından çəkilməklə ölkə iqtisadiyyatına müəyyən qədər zərər vurur. Buna paralel olaraq bir qrup müsəlman biznes qurur, iş qurur. Məsəl üçün sən özün bu fəaliyyətin başlamaq üçün kamera almalıydın. O bir maliyyə ehtiyacıdır da o. Və Ceyhunun pula ehtiyacı var. Nəsə yaxşı iş görəcək, amma pul yoxdur. Banka gedə bilmir. Azərbaycanda halal yolla təmin edə biləcək, maliyyə təmin edə biləcək yer yoxdur. Hansı ki, nə qədər müsəlman var ki, onlar yastıq altında pul saxlayırlar. Zaten hal-hazırda banklar nə edirlər? Banklar əlində artıq pul olan insanlarla, pula ehtiyacı olan insanları görüşdürürlər. Arada vasitəsi rol oynayır, oradan pul qazanırlar da. Və dedim ki, biz də bunu eləyək. Biz bunu halal şəkildə eləyək. Yəni pul olan insanlarla pul olmayan insanları görüşdürək. Mən bir və bu doktora tezimi bunun üzərinə qurdum, başladım. Bir yerə gəldim. Bu halal ekosistemin fəaliyyəti çərçivəsində bu hələ halal ekosistem yox idi. Hələ yox idi. Sonra bir hər nəsə bir şey ortaya çıxdı. Kasıb investorlar adı ilə orada çox böyük bir problem yaşadıq, çox böyük bir zərərə uğradıq. Amma bu kasıb investorların içindən halal ekosistem çıxdı. Biz kasıb investorları həyata keçirərək halal ekosistem ideyasını yaratdıq və onu inkişaf etdirdik. İndi hələ də bu kasıb investorların problemi ilə üzləşirik hələ də. Halal ekosistemin müəyyən qədər dediyim kimi ortaya çıxmanın səbəblərindən birisi bu idi ki, biz pul olanlarla pul olmayanları görüşdürək və daha sonra biz eyni zamanda dedik ki, tamam biz bu adam gəlib bizdən pul istəyir. Amma hər pul istəyənə pul vermək olarmı yəni? Nasıl iş qurur? Bu adam bu işi bacarırmı? Bu işin əhlidirmi? Bu pul düzgün idarə edirmi? Çünki hər bir insana öz işi, öz biznesi super görünür. Biraz onu qurdalayandan sonra baxsan ki, yəni elə deyil də. Və deyik, tamam yaxşı gəl, biz sənə pul verməz önce sənə elə bir konsultasiya edək. Sənə bir baxaq, araşdıraq, bir biznes plan yaz, elə. Çünki biz pulu falan kəsən alacağıq. O da bizi görə mənim pulumu hara qoyursunuz? Burada nə ortaya çıxdı? Qardaşı artıq biznesini araşdırmağa başladıq. Başladıq ki, o dedi ki, qardaş, mən falan şeyləm, deyirək bu halal deyil. Deyib, mən neyiniyim? Dedik, maraqlıdır. Məsəl üçün, bir neçə örnək verəcəm. Yəni, bizi biraz tətişləyən şeylər bu oldu. SM-lə məşğuldur qardaş, SM-lə. Gəlir buna müştəri, bu olmuş, indi mən burada tam qabarıq deməyəcəm bu şeyləri. Bildiyin, yəni, haram təkliflər verir buna ki, mənim, məsəl üçün, pivə pub işlədir ki, mənim pubunu reklam edər. Amma və yaxud da ki, adam normal halal biznesdir, deyir ki, buranın reklamını SM-ini elə, amma biznes içində haram şeylər paylaşır. Məsəl üçün, deyir ki, mən Instagramda istəyirəm ki, falan şəkillər paylaşasan, falan musiqilər paylaşasan, falan cür reklam eləyəsən, insanları aldadıcı reklamlar eləyəsən. Və qardaşın da SM şirkətində ciddi maliyyə problemləri var. Amma bu ya o müştərini qəbul edəcək, ya da qapısını bağlı çıxıb gedəcək. Bir qardaş var idi, rəssam idi, heykəltaraş idi. Deyir, mənim müraciətlərin əksəriyyəti canlı şəkli istəyirlər məndən. Heyvan, insan və ya heykəli istəyirlər məndən. Mən də bunu eləyə bilmirəm. Nə baş verir? Variant 1. Ya bağlayıb çıxıb gedir, başqa fəhləlik edir, yəni başqa kimisə işçilik edir. Ya bir güzəştə gedir, türklər demək taviz verir. Deyir, yəni bir şey tapır da, yəni bir fətva tapır. Ya da ki, deyir ki, nə varım, yəni zaman necə mən elədi, yəni. Bu kimi səbəblərdən dolayı biz baxdıq ki, biz bu ekosistemi qurmasaq, ekosistem nədir? Halal fəaliyyət göstərməyə çalışan sahibkarların bir platform ətrafında toplanması. Çünki Ceyhun mənə deyir ki, yəni tanıdığım halal işləyən sahibkar var, mən falan şey almaq istəyirəm ondan. Zaten Ceyhun məsəl üçün örnək verəndə, zaten Ceyhun bərbərə gedir. O istəyir ki, halallıq qaydalarına diqqət edən dürüst sahibkarın yanına getsin də, yəni. Və yaxud da ki, Ceyhun falan şey alır, bu niyə gelib halal işləyən sahibkardan bunu almasın ki? Ona görə biz baxdıq ki, bu bir istehlakçıların da bir ehtiyacıdır. Bu dəqiqə istehlak bazarında ən böyük problem istehlakçıların aldadılmasıdır. Yalan reklamlar, şişirdilmiş reklamlar, yalan qiymət strategiyası, nə bilim, son məhsul, son gün, qurtardı, bitdi, bunu almasanız öləcəksiniz falan. Belə və bizim bilmədiyimiz məhsulun baxırsan etiketində falan şey yazılır, amma içində yoxdur və ya içində olan şey içində yazılmır bunun üzərinə. Belə problemlər yaşayır. İstehlakçı artıq bilmir neynəsin. Amma bir qrup sahibkar var ki, bunların hamısına riayət edir. Və biz dedik ki, amma bu sahibkarları tanıyan yoxdur. Dedik, niyə? Bu sahibkarlarla bu istehlakçıları görüşdürəcək bir şey quraq. Halal ekosistemin ortaya çıxmanın əsas səbəblərindən birisi budur yəni. Ki, biz baxdıq, sahibkarlar belə problem yaşayırlar, istehlakçılar belə problem yaşayırlar və baxdıq ki, bunu biz belə buraxsaq əgər, bir zamandan sonra artıq bazarda halal sahibkar qalmayacaq. Artıq bazarda halal dəyərlər, dürüstlük falan bu kimi şeylər qalmayacaq. Ona görə belə bir təşəbbüs edir. Biraz giriş verdin Yami qardaş. Məsələn, mənə biraz da maraqlıdır ki, halal biznesin tam olaraq nə olduğunu izah eləyəsə, bir də halal ekosistem o bizneslərə tam olaraq necə yanaşır? Məsələn, biznesdə halallıq səviyyəsi necə ölçülür? Bu halal biznes nədir? Onu bir dənə deyək. Bunun əslində çıxış nöqtəsi var. Demək, dünyada
səhm bazarı var, maliyyə bazarları var. Maliyyə bazarlarının əsas aləti səhmlərdir. Səhm nə deməkdir? Yəni bir şirkətin bir hissəsi. Şirkətə pul ehtiyacı var. Şirkət bu pul ehtiyacını ya bankdan kredit çəklə götürə bilər, ya da ki, səhm buraxır. Səhmi tutaq ki, mən şirkətim var, mənim pula ehtiyacım var. Hə? Mən səhm buraxıram. Səhm ortaqlıq təklifidir. Ceyhun mənim o səhmin 1%-ni alır. Mənim səhm kağızımı götürür, mənə 1000 manat pul verir. Ortaq. Bəli. Bir qismində ortaq. Bir qismində ortaq olur. Beləcə mən lazım olan maliyyəni təmin elədim. Ceyhun da əlindəki o 1000 manatı yatırım elədi. Mənim şirkətim ortaq oldu. Bu möhtəşəm bir şeydir yəni. Mən bunu əslində belə açıqlayarıq. Səhm bazarının nə üçün əhəmiyyətli, çox böyük əhəmiyyəti var həqiqətən. Azərbaycanda inkişaf eləməyib demək olar ki. Və bu səhm dünyada səhm bazarı inkişaf eləyib. Hal-hazırda hər kəs bilir, telefonlardan artıq biz ölkədə şeylərin, şirkətlərin səhmlərini ala bilirik. Amma burada problem nədir? İslam'a görə, şəriətə görə hər şirkətin səhmi alına bilməz. Hər şirkətə ortaq olmaq olmaz. Quran-Kərimdə buyurur ki, Allah Taala, zülmə ortaq olmayın, harama ortaq olmayın, xeyirdə yarışın. Yəni əgər bu şirkət haram iş görürsə, sən ona ortaq ola bilməzsən. Hər iki mənada ortaq ola bilməzsən. Yəni şərik ola bilməzsən onun zülmünə, ortaqlığına, onun pis əməllərinə. O baxımdan beynəlxalq standartlarda İslama uyğun səhmlər var. Bu beynəlxalq səviyyədədir yəni. Məsələn, Dow Jones indeksi var, onun eyni zamanda şəriət indeksi də var. Bunlar şirkətləri şəriətin standartlarına görə screening edirlər. Yəni analiz edirlər, baxırlar, uyğun olanları əlavə edirlər şəriət indeksinə. Tamam, bura bu şirkət halaldır, bura yatırım eləyə bilərsiz. Bu səhmini ala bilərsiniz. Yəni bu dünyada belə bir tendensiya var. Türkiyənin özündə də belə proseslər var. Onlar araşdırırlar və sən baxsan ki, buna yatırım eləmək olar, buna olmaz, buna olmaz. Bizim halal ekosistemi də müəyyən qədər oradan da bir ilham alır. Halal, məsələn, gəlib deyir ki, Ceyhun, mənim YouTube kanalımı halal ekosistemə əlavə edin. Mən deyim ki, halaldır sənin YouTube kanalın. Deyir ki, nədir halallıq məsələsi? Deyim ki, orada nələr paylaşırsan, necə paylaşımlar edirsən, hansı qonaqlar çağırırsan, hansı fikirləri orada yayınlayırsan. Məsələn, bu dəqiqə onu düşünürəm. Tutaq ki, kitab yeridir, işlədən, müsəlman adamdır işlədən, amma içində hər cür kitab satılır. Biz o həmin kitab yerini halal ekosistemə əlavə edə bilərikmi? Məsələn, bir dənə örnək verim. Əslində sözü kəsən bağışlayan, belə olanda qardaş, çox adam deyəcək ki, çox dərinə gedirsiniz. Çox xırdalana gedir. Biraz necə deyim, radikal müsəlman kimi görünə bilirik də. Belə olanda məsələn hər şeyin xırda nöqtəsinə qədər gedəndə, yəni çox getmə. Yəni namazda qılıb kifayət deyə qədər gedib çıxır da, yəni. Biraz bunu da aça bilərsən. Çünki insana Sovetdən yerləşmiş bir düşüncə var. Müsəlmanlığın sadəcə namazın da sadəcə məscidin daxilinə həbs olunduğu bir İslam anlayışı. Ona görə bu şeylər də təsir edir. Məsələn, radikallıq olmadığını, bunu onlara necə belə deyək ki, yəni İslam bəzən istəyir ki, yəni həqiqətən üzərinə deyəsən ki, ya bu radikallıq deyil də. Bu əslində İslamın bütün sahələrə necə yanaşmasıdır, onu yaşamağa çalışan bir möminin həyat tərzidir bu. Bunu biraz açmağı istəyirəm, zəhmət olmasa. Valla indi biz desək ki, bu radikal deyil, biz desək ki, filan terrorist deyil, bunu deyən deyir də, yəni sən həm bizim ölçü alətlərimiz fərqlidir, ona görə problem yaşayırıq, yanaşmamız fərqlidir. Ona görə bir də onu deyə bilərəm ki, bu Quran-Kərimdə var, bu Peyğəmbərin hədislərində var, bu İslam alimlərinin kitablarında var. Buna radikal deyilsənsə problem deyəsən, problem deyəm, mən radikal deyil yəni bunlar. Yenə deyirəm, yəni sənə görə radikaldır. Bu günləri əgər biz qohməqaba ilə belə olsa, əllə, xanımlarla görüşmüşsə, buna radikal deyilsənsə radikal deyiləm, bu radikallıq deyil yəni. Və ya bu günləri Ramazanda bəzi restoranlar iftar vaxtı, iftara qədər işləmirsə, bu şəriətin qaydasıdır yəni. Bu hər sənə görə radikaldır. Bir də belə bir söz var ki, məsələn, bir dünyalı insanlar, iki dünyalı insanlar heç vaxt anlaya bilməz. Bizim bu dünya bir də axirət dünyası var. Ona görə biz həyata bu perspektivdən baxırıq yəni. Onlar bizi anlamaya bilərlər deyə düşünürəm. Normal və təbii bir şeydir. Çünki onların dünyasında hər şey burada həll olunur, burada olmalıdır. Burada bizim onların üstünlüyümüz odur ki, biz onları başa düşürük. Onlar belə deyirlər. Yenə də yəni biz kompromisə gedib yaşayırıq da Allah'a şükür. Bu mənim bir videom var, zır cahil məsələsi. Onların fərqində deyirlər, tamam mı? Elədir. Hə, tamam eləyək. İndi burada sən deyirsən dərinə gedir. Zaten Azərbaycan reallığında və dünya reallığında hal-hazırda %100 halallığı təmin etmək mümkün deyil. Biz ən püf nöqtəni, ən yüksək nöqtəni qoyuruq və ora çatmağa çalışırıq. Təbii ki, ora çatmaq bəzi hallarda mümkün olmur. Biz indi nə qədər radikal dırnaq içində radikal danışsaqsa, onu praktikada tətbiq eləmək olmur tam şəkildə. Amma biz standartlar qurmaq məcburiyyətindəyik. Məsələn, EOF deyə bir dənə təşkilat var, 91-ci ildə Bəhreynlə qurulub. Bu mən deyərdim İslam dünyasının üzağıdır. Bu iqtisadi məsələlərdə beynəlxalq standartlar hazırlayır. Hal-hazırda 60 dənə standartı var. Şəriət standartları hazırlayır. Həm bütün alimlər, bütün məzhəblərdən, məşrəblərdən və mütəxəssislər, maliyyəçilər, mühasiblər, iqtisadiyyata yönəlmiş bir şey. Bəli. Onlara çağırırlar, toplantıda keçirirlər və standartlar hazırlayırlar. O standartlara əsaslanır. O standartlara görə həmin o səhmlərin şeyləri var, yəni qaydaları var.
hansı səhmlərə yatırım edə bilərsən. Biz də ondan yola çıxaraq, məsəl üçün deyirik ki, bu olar olmaz. İndi qısa olaraq belə deyək də, halallıqda təməl qaydalar var, bir də ikinci, üçüncü dərəcəli məsələlər var. Təməl qayda nədir? İslamın təməl haram etdiyi şeylər, alkoqollu içkilər, donuz əti məhsulları, qumar, açıq-saçıqlıq, bank faiz əməliyyatları, aldatmaq, yalan. Bunlar yəni açıq-aydın qadağan edilmiş şeylərdir. Bir də məsəl üçün bir tik aşağıda olanlar, musiqi. Bizim bu dəqiqə bir qrup dindar şəxslər, qardaşlar, müsəlmanlar musiqini qəti şəkildə qəbul edir. Bir qrupu deyir ki, heç bir problem yoxdur. Hamısına qulaq asa bilər. Bir qrupu deyir ki, seçib qulaq asmalısınız. Bunlar olar, bunlar olmaz. Düşünsənə biz bunun hamısını qəbul edək. Biz əgər hamısını qəbul edək ki, tamam musiqi problem yoxdur, hamı biz üçüncü qrupu qəbul edək ki, olar yəni. Onda digər iki qrupu itirəcəyik. Əgər ortanı qəbul etsək, birinci qrupu itirəcəyik. Amma biz birinci qrupu qəbul etsək, heç kimi itirməyəcəyik yəni. Çünki ikinci qrup da zaten istəyər ki, musiqi olmasın. O da zaten müəyyən qədər bir ayrı seçkili edir də. Dolayısıyla biz burada məcburuq ki, birinci qrupu götürək ki, tamam, yəni standart budur yəni. Məsəl üçün biz halal ekosistemdə çalışırıq ki, şəxsi fərdi bir yox, bir şirkət olaraq bir şey ortaya qoyaq da, qayda, baxış ortaya qoyaq. Biz deyirik ki, qardaş, halal ekosistem standart olaraq musiqini qəbul eləmir. Bu o demək deyil ki, yəni halal ekosistem musiqini haram qəbul eləyir və ya eləmir. Sadəcə biz bu qaydanı götürürük. Çünki birini götürməliyik. Və biz Azərbaycan reallığına baxırıq, insanların şeyinə baxırıq, onun əsasında bir qərar veririk. Məsəl üçün qadın şəkli. Bu nə qədər belə deyək, insanlar tərəfindən qəribə qarşılansa da, faktiki İslamda bir xanımın saçını açması, açıq olması, yəni belə deyək də, haramdır yəni. Bunu biz qəbullanmışıq və artıq bu bizim üçün adiləşib. İndi bu radikal, bu kənardan radikal olaraq görünür. Amma bir dənə hər şey qoyaq qırağa. Allah Teala Quran-ı buyurur ki, örtün. Tamam? Yəni bu örtünmürsə biz nə deyə bilərik buna? Bu haram deyirik də buna. Təbii ki. Haram deməyək, nə deyək buna ki, radikal görünməsin. Dolayısıyla Azərbaycanda biz bunu alışmışıq deyə, bizim üçün normaldır yəni açıq qadın, tam açıq üz üstə, yəni tam belə o şəkildə, qaba şəkildə yox, amma normal Azərbaycanın belə gündəlik geyim tərzi var da belə deyək. O belə İslam tərəfindən qəbul edilmir də. Biz halal ekosistemdə bunu necə edək? Tutaq ki, bir biznesdir, öz sosial mediası var. Orada paylaşımlar edir. Orada xanım şəkilləri paylaşır. Biz burada nətəri standart qoyaq? Hətta belə biraz o xanımlara məxsus dedilər olaraq. Bizneslər var, məhsullar var. Orada məsəl üçün bir dənə şirkət var idi, halal ekosistemə əlavə eləmişik. Rəhbəri müsəlmandır, çox belə mübarək adamdır, amma başqa işlərlə məşğul biznesə nəzarət edə bilmir. Gündüz o Instagram səhifəsinə baxdıq, biabırçı bir neçə dənə video və şəkil var idi. Biz ona dedik ki, axı bu zəruri deyil bunu paylaşmaq. Bunu paylaşmaya bilərsən və bunu burasını kəsə bilərsən. Ona görə biz ümumi olaraq belə bir qayda qoymuşuq. Təbii ki, bu tənqid edilə bilər, eleşdirilə bilər, təşkilləşdirilə bilər. 1. Maksimum qadın şəkli paylaşılmamalıdır. 2. Paylaşılsa belə ağ-qara edirik onu. 2 rəng. 3. O da mümkün deyilsə, yəni maksimum buna ehtiyac varmı? Bu paylaşılsa nə olacaq, paylaşılmasa nə olacaq? Bu nə qədər zəruridir? Tutaq ki, bağçadır, müəllim və ya kursdur filandır. İstərsiniz ana, ata, valideyn uşağının kimin yanına qoyduğunu görmək istəyir də, Onun şəklini paylaşır ki, filan müəllimdir, bax, gələcək adam budur. Belə bəzi hallarda ola bilsin, ehtiyac var şəkil paylaşmağa. Baxırıq duruma, ona görə olar və ya olmaz. Yenə bir daha deyirəm, biz sahibkarlara hal-hazırda izah etməyə çalışırıq ki, bax, mən sənə nə qədər biznes göstərə bilərəm ki, burada bir dənə də olsun qadın şəkli yox. Amma yaxşıdır. Bazarı. Belə bir söz vardı, qardaş, deyir, istəyən çarəsini, istəməyən bəhanəsini tapacaq. Həqiqətən adam səmimi bir şəkildə istəyir ki, nəsə bir şey eləsin. Həqiqətən çox yaxşı şeylər tapır yəni. Elə də bilir yəni, tapır. Və bir də hal-hazırda Azərbaycan bazarında, biznes bazarında kreativliyə çox ehtiyac var. Artıq insanlar standart şablon reklamlardan beziblər. Özəllə biz bu restoranlarla indi biraz halal restoran konsepti üzərində işləyirik. Restoran hamısı standart. Bir dənə qızı çıxardırlar, o yemək yeyir, video çəkir, başlayır təqdim etməyə bizim paketlərimiz, bizim nə bilim 54 nəfərlik setimiz. Bu artıq insanlar üçün maraqlı deyil. Və biz düşünürük ki, halallıq qaydalarına riayət etməyə çalışan sahibkarlar halallıq şərtlərinə tabe olmaq istəyirlərsə, kreativlik yaradaraq bazarda önə keçə bilərlər. Çünki onların yanaşması yoxdur bazarda. Təbii ki, həssas yanaşma da, yəni. Həssas yanaşma səni kreativliyə sövq edir. Çünki biz bu dəqiqə yanaşma da, yəni tam bir spesifik yanaşırsan, digərlərinə olsa fərqlənməlisən bu nöqtədə. Ona görə artıq sən seçilirsən yəni. Bu dəqiqə biz onu araşdırırıq ki, hal-hazırda dünyada belə bir trend də var ki, musiqisiz videolar. Nəyin musiqisi? Ətraf aləmin səsini əlavə edirlər. Məsələn, kofe hazırlayır. Kofe hazırlayarkən aparatın səsi, stəkanın səsi, suyun səsi. Bu insan daha çox təsir, nəinki musiqi. Məsələn, məşhur bir dənə, böyük bir dənə fitness klubu var. Adın məndən soruşsan, biz yəni parantezə çıxım.
biz ümumiyyətlə bəzi şablonları aşmalıyıq. Bəzi biz görürük ki, proqramlara deyək ki, ad çəkmə reklam olacaq. Əgər bu keyfiyyətli, halal, yüksək səviyyəli bir yerdirsə, biznessə, mən bunun adını çəkməyim ki. Təbii ki. İnsanlar onu tanısınlar, keçsinlər, istifadə etsinlər də. Yəni biz insanlara fayda vermiş oluruq. Və ya videonun əvvəlinə dediyi İslami bir yanaşma. Bax bu müsəlman yenidən baxmalıdır ki, mən əgər bu biznes müsəlman qardaşım biznesdə və yüksək səviyyəli bir şey, mən niyə bunun adını çəkməyim? Hətta mən sizə deyim ki, qardaş, sizin ekosistem vasitəsilə mən nə qədər insanı məsələn eləmişəm də, artıq dediyinə məsələn mən hər hansısa bir ət alıramsa və ya bir restorana gedirəmsə, ailəli bir restorana gedirdə, məsələn halal ekosistemdə olan restoranlara üstünlük verirəm. Kimisə məsələn qonaq dəvət edirəmsə, ora üstünlük verirəm. Niyə? Çünki bilirəm ki, bu adam olsa yəni həssaslı yanaşır. Mən xeyrimi ona verirəm. Halaldır, başqa şeylərə halaldır. Yəni əslində qalsa onu eləməklə daha insanlara fayda vermiş olur. Məsələn, onu mən yenə də deyirəm ki, kimisə görsən, məsələn, ola bilər halal ekosistemdən xəbəri yoxdur. Orada olan restoran amma hamıya tərifləyirəm ki, bax o restoran yaxşıdır. Məndən kimsə soruşur, deyirəm o restoran yaxşıdır. Reklam edirəm də, yəni onu. Çünki adam həqiqətən də reklam eləməyə dəyir yəni. Bilirsən ki, bu adam çox səmimi və niyyəti gözəl olan bir iş görmək istəyir. Bunda savab var. Yəni yaxşı bir şeyi insanlara tövsiyə etmək, onlara çatdırmaq, o insanlara fayda vermiş olursan sən. Dolayısıyla savab qazanmış olursan. Yəni biraz biz yanaşmamızı dəyişməliyik. Yekunlaşdırsaq, yəni bu halal kriteriyalar, yəni əlimizdən gəldiyi qədər bir nömrəli bizim qaynağımız EOF-dir. Quran-Kərim, hədislər biz yəni alim deyirik ki, oradan qaydalar çıxardaq. Amma EOF də ona əsasən Təbii ki. Orada məsələn EOF-nin rəhbəri, şəriət rəhbəri Muhammed Taqi Osmanidir. Dünyada ən prestijli, ən etibarlı alimlərdən birisidir. Pakistanlı alimdir yəni. Yəni insan böyük cəmaatların hər biri onu yəni qəbul edir də. Biz ona istinad edirik. Daha sonra digər gimnaz standartları var. Çox adam onu bilir və tanıyır. Ona istinad edirik və digər güvənilli şəxslərə, qaynaqlara etibar edirik. Əlimizdən gəldiyi qədər çalışırıq ki, belə mübahisəli məqamlar yaranmasın. Yəni məsələn bu Ramazanda müəyyən qədər mübahisəli məqam yarandı. Məsələn, bəli, Ramazanda restoranların iftarda və fəaliyyət göstərməsi olmaz. Hətta bundan bir-iki nəfər burada bu nə deməkdir falan deyənlər oldu. Amma ikinci bir sual ortaya çıxdı. Bəs kuryerlik, restoran yemək vermir, yəni açıq şəkildə vermir. Amma kuryer gəlib restorandan yeməyi götürüb aparıb kimsə satdıra bilərmi? Burada biz mübahisələr elədik bəzi adamlarla. Deyirik ki, olaraq biz buna istinad edirik də, bu adam buna deyir ki, olar. Sadəcə burada mən yekun olaraq bunu demək istəyirəm ki, biraz insanlar gələk hikmətli, bəsirətli, anlayışlı davransınlar. Bu yeni bir sahədir. Biz kifayət qədər o qədər böyük bir təcrübəli mütəxəssislər deyilik. Bizim əlimizin altında, bizim yanımızda çox böyük bu sahədə mütəxəssislər yoxdur. Azərbaycanda ticarət, iqtisadiyyat sahəsində fiziki məsələləri bilən adam yoxdur. Bir dənə İntiqam Güləhmədov var. Müəllim Konyada oxuyur, İslam iqtisadiyyatında doktorantur oxuyur. Mən ondan daha savadlı adam bilmirəm. Yəni demirəm o çox böyük savadlıdır, amma müqayisə edəndə Azərbaycanda başqa yoxdur yəni. Biz nəzərə almaq lazımdır ki, Azərbaycan bu sahələrdə yeni addım atır. Yeni addım atdığımız üçün də insanlar başa düşməlidirlər. Yıxıcı yox, yapıcı eleştirilər eləməlidirlər. Yəni bizi kömək edən bizim toplumun biraz problemidir qardaş. Bir insana faydalı bir geri dönüş verməkdənsə onun neqativlərini, digər şeyləri ön plana tutmaq, onu daha çox belə deyim də, sən deyək ki, yeni bir sahədə yeni bir şey eləmək istəyirsən. Aşağı yuxarı hər kəs onun faydasını görə bilir, hiss edə bilir ki, bunun faydası var. Amma hamı onun neqativlərinə köklənir. Biraz toplumumuzun quruluşunda da o şey var. Bir də qardaş, halal ekosistemə hər hansısa bir biznesi əlavə edəndə nələrə diqqət edirsiniz, nələrə diqqət alırsınız? Bir biznesin bir çox departamentləri var. Maliyyə, HR, klan marketinq, sonra digər idarəetmə departamenti, gedir deyən təhsisat falan. Bunların hamısında halallıq qaydaları var. Bizim araşdırmalarımıza görə hal-hazırda dünyada bu bütün departamentlər üzrə halallıq qaydaları standart olaraq yox. Maliyyədə var müəyyən qədər standartlar. Həmin biznesin qurulmasında, fəaliyyətində bank kreditlərindən istifadə edilir, faizli əməliyyatlarından istifadə olunmayacaq. Banklarla hər hansı əməkdaşlıq falan olmayacaq. 2. HR bölməsində işçi işverən haqqları. Ən böyük problem işçilərin maaşları qəsdən gecikdirilir. Bu dəqiqə Azərbaycanda böyük bizneslərin əksəriyyətində qəsdən işçilərin maaşlarını gecikdirərək onların pulları ilə bir neçə müddətlik əməliyyatlar həyata keçirərək böyük pullar qazanılır. Ciddi şəkildə. İşçinin əmək haqqı vaxtında veriləcək. Onunla anlaşılan tarixdə verilməlidir. 2. İşçinin ibadətlərinə şərait yaradılmalıdır. Gündəlik namazları və cümə namazlarına şərait yaradılmalıdır. 3. İşçi istismar edilməməlidir. Əmək müqaviləsində işçi neçədən neçəyə işləməlidirsə, ona hansı öhdəlik və vəzifələr verilibsə, ondan kənar bir şey istənilə bilməz. Get filan şey elə, get filan şey gətir, qal 8-ə qədər işlə və bunu işçini təhdid edərək, təhdid dediyim də, yəni işçi qorxur ki, bunu çıxara bilərlər. Çünki baxır ki, bu kimi şeylər varsa bir biznesi biz onu əlavə edə bilmərik. Biz gələndə bəzi biznesi soruşuruq, işçilərdən soruşuruq ki, sizə münasibət necədir? İşçi haqqları burada öz yerində. O baxımdan halal ekosistem təməl hədəflərindən birisi də bu departamentlərin hamısı üzrə müqavilə hazırlamaq. Əgər sən işə gedərkən əmək müqaviləsini oxuyursansa, razılaşıb imza atırsansa, artıq nə o nə də sən əmək müqaviləsindən kənara çıxa bilmərsən, sən də əmək müqaviləsindəki öhdəliyi icradan qaça bilmərsən. Əgər əmək müqaviləsi hazır olsa, oxusaq onu, no problem.
Yəni onda hər şərəfin haqlarına riayət olunacaq da. Daha sonra reklam, ən böyük problem reklamdadır, marketinqdə, ən böyük problem hal-hazırda. Bax yenə deyirəm, bayaq gəlirsən qulaq asıram, adam çıxıb danışır. Açıq-aydın biz müştəriləri necə aldada bilərik? 9 dənə bənd saydı. Biz necə müştəriləri aldada bilərik? Yəni video başlığı elə idi. Yox, elə deyildi. Amma onu o deyir ki, başlıq belə idi ki, hamımızın bildiyi satış taktikaları. Amma ucuz, rahat, asan, hər kəsin bildiyi. Necə aldada bilərik? Baxırsan ki, amma deyir, burada biz bunu belə eləsək, onu biz o bizə başa düşəcək ki, hə biz belə eləyirik. Yəni bildiyim baxırsan ki, müştərinin məqsədi aldatmaqdır da. Bir burada reklamda, marketinqdə müştərilərin aldadılması var. 2 reklam tərəfində bayaq dediyim kimi şəkillər, musiqilər və digər problemlər var reklamda. Ən böyük problem orada yaşayırıq. Onu düzəltmək çox çətin məsələdir. Məsəl üçün hal ekosistemin standartlarına görə 1.99, 5.99, nə bilim 5.9 kimi rəqəmlər, qiymətlər qoymaq olmaz. Biz bunun haram olduğunu demirik, amma bunun doğru olmadığını deyirik. Niyə? Əgər sən məhsulun üzərinə 55.99 qoyursansa, məqsədin nədir? Daha da 55 deməyək də, 59.9 qoymaqda məqsədin nədir? Məqsədin odur ki, bu məhsulu 50 kimi göstərəsən. Amma məhsul 60-dır. Sənin məqsədin bu qiyməti qoymaqdakı məqsədin müştərini aldatmaq. Fiki olaraq baxsan problem yoxdur. Çünki müştəri onu oxuyur, 99 alır onu. Bəli. Amma qardaş, mən özüm də bəzən o ki, qiymətini soruşanda o qəpik hissəsini demirəm. Məsələn 18.99-sa deyirəm 18 manat almışam. Ağızdan bu çıxır da 18. Bayaq dediyim o, biz müştəriləri necə aldada bilərik. Bu onlardan biridir yəni. Bu haramda haram deyil. Amma biz bunu qəbul etmirik. Belə reklam həyata keçirən, belə qiymət strategiyası qoyan biznesləri qəbul etmirik. Dediyim kimi maliyyə, HR, demək, reklam, marketinq, başqa satış. Burada biraz çox təfərrüatlı məsələlər var. Onlar da biznesə spesifik olaraq dəyişib də. Restoranın öz halallıq qaydaları var. Hər biznesin özünə məxsus spesifik qaydaları var. Bir də ən önəmli şərtlərimizdən birisi, əgər halal ekosistemin bir neçə şeyi var da, abunəliyi var. Əgər bizim üzvümüz olmaq istəyirsə, sayta təməl halallıq qaydalarına riayət edən sahibkarları biz əlavə edirik, heç bir şey. Amma üzvümüz olmaq istəyirsə, onların həmin bizneslərin hamısı müqavilə almalıdır bizdən. Ki, mən bütün əməliyyatlarımı bu müqavilə əsasında həyata keçirirəm. Niyə? Bu günə Ceyhun gedib həmin biznesdən nəsə xidmət və mal alanda, sonra aralarında mübahisə əmələ gələndə biz onu nəyə əsasən həll edəcəyik? Amma Ceyhun oradan malı alarkən və xidməti alarkən həmin biznes ona müqavilə təklif eləsə və Ceyhun da müqavilə ondan tələb eləsə ki, mənə bu malı satarkən hansı qaydalar, şərtlər əsasında satırsan? Mən onu oxuyub imzalayıb alsam, sonradan ortaya çıxan problemi həll eləmək daha asan. İndi qardaş, məsələn toplum olaraq, vətəndaş olaraq məsələn biz necə bir xidmət edə bilərik ki, bu halal bizneslərin sayı artsın, bunda artım olsun. Onu biraz açardınız zəhmət olmasın. Bildiyimiz kimi, məsəl üçün bu günləri Səudiyyə Ərəbistanda satılan məhsulların əksəriyyəti hardan gəlir? Çindən. Çindən. Aha. İkinci dəfə bir dostum məsciddə mənə şey verir, təsbih verir. Deyir ki, Məkkədən gəlir. Ne dersen deyim, Məkkədən gəlmir, bu Çindən gəlir. Çindən gəlib Məkkəyə, oradan gəlib sən almışsan da. Biz baxırıq ki, demək dünyada biraz daha lokallaşdıraq, ticari proseslərdə din amili yox. Çin buddist olsa da, ateist olsa da rahatçılıqla İslami məhsullar istehsal edir və satır. Amma biz baxırıq ki, İslamda bunu eləmək olmaz. İslamda sən hər şeyi istehsal edib, hər xidməti verə bilmək. Özəlliklə dini simvolların istehsalı falan qətiyyən olmaz yəni. Burada məsələ nədir? Çin bunu niyə eləyir? Çin puluna baxır. Qazanc var, eləyirəm. Demək odur ki, hal-hazırda dünyada bütün bizneslər istehlakçıların tələbləri əsasında formalaşır və yön alır, bir şey qurur da, yəni bir strategiya qurur. Hər şey, çünki sən istehsal edən şeyi sata bilməksənsə, onun bir mənası yoxdur yəni. Dolayısıyla hər şey istehlakçılardan asılıdır. Hər şey istehlakçılardan asılıdır. İstehlakçıların tələbləri halal olarsa, bizneslər halal işləmək məcburiyyətinə qalacaqlar. Tələb təklif məsələsi. Bu günlərəcə biz bir restorana deyirik ki, sən Ramazanda niyə iftardan əvvəl işləyirsən? O deyir ki, qardaş, mənim müştərilərimin böyük əksəriyyəti dindar deyil. Onlar bu məsələni anlamırlar. Mən bunu eləsəm belə, mən batacam, bankrota uğrayacam. Yəni və hələ dini həssasiyyəti olan insanlar da bunu başa düşməyəcəklər, gəlib məndən almayacaqlar. Başa düşsələr ki, mən belə bir fədakarlıq eləyirəm, onlar gəlib eləyərlər. Yəni biz nə edə bilərik? Biz vətəndaşların, istehlakçıların, zaten hər biznesin sahibkarının özü də bir istehlakçıdır. O da nəsə alır zaten. Biz öz halallıq tələblərimizi artırsaq, onda bizneslər də məzmun şəkildə o halallıq qaydalarına uyğunlaşacaqlar. Sən gedəsən restorana, müştərisən və deyirsən ki, musiqini söndür. Düşünsənə 10 dənə müştərinin 6-7-si elə desə, müştəri gəlib deyir ki, namaz otağı hardadır? Müştəri gəlib deyir ki, sən ətini hardan alırsan? Bu tələblər artırsan, çünki biznes baxadakı mən bu tələbi yerinə yetirməsəm, müştəri gəlməyəcəm, mən müştərini itirəcəm. Dolayısıyla daha məsuliyyətli, türklər demişəm, daha bilincli, daha şuurlu, istehlakçı olmaq lazımdır. Yediyin, istiyinin, aldığının, satdığının, hardan, necən olduğunu bilmərsən. Özəlliklə bu dövrlərdə, bu işğalçı İsrailin
Qəzzaya 2 ilə yaxındır etdiyi hücumlarda boykot gündəmə gəldi. Amerikanın Avropaya qarşı göstərdiyi münasibətdən sonra Avropada Amerika malları, Kanadada Amerika malları boykot edildi. Bu günlərdə Türkiyədə siyasi partiyalar bir-birinə qarşı boykot tətbiq edirlər. Yəni bu göstərir ki, və tarix boyu embargolar olub, sanksiyalar olub. Məsələn, Ukraynaya görə Rusiyaya nə qədər sanksiya edildi. Biz bunu başa düşməliyik ki, yəni şey etmək lazımdır, cəbhə almaq lazımdır. Yəni əgər qarşı tərəf sənin dəyərlərinə diqqət eləmirsə, nəzərə almırsa, sən seçici davranmalısan. Yəni şuurlu istehlakçı məsələsi bu boykot dövründə ortaya çıxdı. Artıq insanlar bir şey alarkən bunun şirkətin rəhbəri kimdir? Bu hansı holdinqə daxildir? Bunun maliyyəsi hardan gəlir? Belə bu çox böyük şeydir, çox əhəmiyyətli şeydir. Bütün Avropada heyvan haqqları, qadın haqqları, uşaq haqqları fonunda bununla bağlı ciddi fəaliyyətlər var. Onlar bəzi məhsulların istehsalı zamanı heyvanların üzərinə test edirlər. Üzərinə kosmetik məhsulların. Üzərinə kosmetik heyvanların üzərinə test edilməyən məhsulların üzərinə dovşan şəkli vururlar. Ki bu heyvanlar üzərində test edilməyib. Bu niyə yaranıb? Heyvan haqqlarını müdafiə edənlərə görə yaranıb. Və nə baş verir? Artıq insanlarda bir şuur formalaşdırırlar ki, heyvan haqqlarına riayət edən şirkətlərin məhsullarını alın. Bu günləri Şərqi Asiyada, özəllə Avropanın, Amerikanın bir çox şirkətləri öz şirkətlərini köçürüblər Taylanda, Bangladeşə. Orada insan haqqı, işçi haqqı deyə bir şey yox. Qadın əməyi, uşaq əməyindən istifadə edirlər. Və bununla bağlı insan haqları qurumları bir şey yaradırlar ki, falan şirkətlər insan haqlarına riayət eləmirlər, onların məhsullarını almayın. Falan şirkətlər öz istehsallarına ekologiya böyük ziyan vururlar, onların məhsullarını almayın. Demək ki, dünyada bununla bağlı ciddi bir tendensiya var. Azərbaycan hər o gəlib satır. Tamam, yəni bu bizdə də var. Bu İslam'a uyğun fəaliyyət göstərmir, bu halallığa riayət eləmir, bu həssaslığı diqqətə almır. Yəni necə olur ki, Avropa onun məhsulunu alma deyəndə bu beynəlxalq standartlar olur və Azərbaycanda hal-hazırda dünya BMT-nin bu şey var da, bu Sustainable Development deyə bir şeylər var, iqlim standartları falan var, ona uyğunlaşmağa çalışır. Biz bunu eləyəndə niyə biz radikal oluruq, niyə biz başqa cür bizə münasibət göstərirlər? Yəni zaten halallıq qaydaları öz içərisində ekologiyanı ehtiva edir, heyvan haqqlarını ehtiva edir, uşaq haqqlarını ehtiva edir. Biz, məsələn, bəziləri deyir ki, İslam geri qalır. İslamın geri qalmanın səbəblərini bilsə nəyə əlaqələndirirlər? Biz insan üzərində hər hansı bir test apara bilmirik. Şəriət bunu qadağan edir bizə. Amma Avropa tarixində ölmüş heyvanların üzərində nətəri tibbi əməliyyatlar aparıblar və onun əsasında tibb bu qədər inkişaf edir. Daha doğrusu inkişaf eləmək səbəblərindən birisi odur. Bunu edən müsəlmanlardır yoxsa? Yox, bunu edən qərbdir. İslamda, müsəlmanlıqda insanların ölmüş insanın üzərində işini edənmərsən. Öldü getdi onu bastırmalısan, toxunmaq olmaz yəni. İnsan müqəddəs qəbul edildiysin, onun bədənini nəsə üzərində bir test aparmaq, əməliyyat aparmaq, laboratorik bir şey eləmək olmaz yəni. O baxımdan biz də bunu eləməsək, biz bu addımları atmasaq, həqiqətən inkişaf edə bilməyəcəyik, irəli gedə bilməyəcəyik. Və halal ekosistem dünyada bizim şirkətin adı halal ekosistemdir. Amma dünyada halal ekosistem deyə bir şey var. O nədir? Yəni halal ekosistem deyərkən bura qida daxildir, kosmetik məhsullar, turizm, maliyyə və digər 6-7 sektor daxildir bu halal ekosistemin içərisinə. Yəni halal fəaliyyət göstərən bütün biznes sektorlarını halal ekosistem olaraq adlandırırlar. Və biz bu məsələdə nə qədər çox diqqət göstərsək, həssas davransaq, onda halal bizneslər inkişaf edəcək və halallıq qaydalarına diqqət edən, həssaslığı olan istehlakçılar daha rahat şəkildə nəsə ala biləcəklər. Məhsul ala biləcəklər, xidmət ala biləcəklər. Bir də qardaş, bunun ağlımda sual yarandı soruşuram. Məsələn, o tibb sahəsində dedim də ki, məsələn, biz müsəlmanlar insan üzərində işləyə bilmədiklərinə görə, insanın məsələn həm ölüsünün, həm dirisinin üzərində laboratoriyada analiz apara bilmədiklərinə görə, yəni biz bu sahədə biraz geri qalmışıq. Geri qalmamızın səbəbi o deyil. Onlardan biridir. Yəni kimsə onun üzrə ata bilməz ki, biz bunu eləmədikdə geri qaldıq. Xeyr. Sadəcə, yəni bu amillərdən bir amildir. O amillərdə, yəni biraz elə anlamışdım. Yox, bunun üzərində bina eləmirəm mən, bizim geri qalmamızdır. Bu biraz özümüzü aldatmaqdır yəni. Fərqli məsələlər də var. Düşünürəm ki, abi bununla mənim suallarım bitdi. Allah səndən razı olsun, gəldin, iştirak elədin. Təşəkkür edirəm. Bizi dinlədiyiniz üçün çox sağ olun. Videonu bəyənməyi, şərh yazmağı və ətrafınızdakı insanlarla paylaşmağı unutmayın. Bu arada aşağı təsvir bölməsində ekosistemin linkini qoyacağam. Ətraflı məlumat istəyən oradan girib, yəqin ki, yazıb sizə çata bilərlər deyə düşünürəm. Bizi dinlədiyiniz üçün bir daha çox sağ olun, təşəkkür edirəm.